Salam! Telemekanın ən sevilən və ən iddialı yarışma proqramı olan Rəqib Ulduzlar efirdədir. Əslində izləyib tanıdığınız məşhurlar bu dəfə fərqli məqsədlə görüşünüzə gəlib. Düşünürəm ki, Gülü, daimi tamaşaçılarımız artıq anladılar ki, söhbət biri-birinə rəqib olan məşhurlardan gedir. Razıyam Seva. Bugünkü qonaqlarımızın hər ikisi də çox gözəl və zərif xanımlar olmaqlarına baxmayaraq, biri-birindən tamamən fərqlənən peşə sahibləridir. Bizi bugün çox gərgin yarışma gözləyir. Beləliklə, qonaqlarımızı təqdim eləyək. Edək. Bizim bugünkü qonaqlarımız mənim komandamda olan, bayaq dediyim kimi, gözəl və zərif xanım Rəqsanə. Mənim komandamda isə istedadlı rəqqasə Aksana Rəsulova. Necəsən Rəqsanə? Yaxşı, sizi görəndən sonra laf əla. Necəsiz xanımlar? Əla, çox gözəl. Bugünləri mən düşünürəm yaxşı olacaq. Rəqsanə, Aksana. Bəli, bir hərif fərqi var. Bir hərif fərqi var. Bir hərif fərqi var, nasam deyir. Amma mən sizə bir söz deyim ki, uşaqlıqda hələ mənim adımı Aksana qoyanda, yəni bir şey var, Rəqsanə də adı düşünmüşlər, yəni. Yaxşı ki, Rəqsanə olur. Ona görə mən nəsə düşünürəm ki, biz bu günləri heç kim udmayacaq. Mənə də elə gəlir. Ya 3 turdan ibarətdə bizim bəli. Ya 3-3, ya 2-2, ya da 0-0. Xanımlar, idmana olan həvəsiniz barədə danışmaq istəyirəm. İdmanla aranız necədir? İdmanla aramız gözəldir, çox gözəldir. Amma baxmayaraq ki, rəqslə də məşq edirəm mən. Amma trenajörlərin çox böyük önəmi var insanların formasında, fiqurasında. Bəli, rəqslə ola bilər ki, hansısa təbii ki, əzələlər falan səndə yaxşı inkişaf edə bilər. Amma pi məsələləri var ki, onu ancaq qaçmaq və trenajördən istifadə eləmək lazımdır. Mən də idmanla aram yaxşıdır, üzməyi çox sevirəm. Həddindən artıq. Bilmək istərdim, ikiniz də üzdə olan simalarsınız, mütəmadi olaraq efirdə olursunuz. Maraqlıdır. Həftənin neçə gününə idmana müraciət edirsiniz, sport zala gedirsiniz? Mənə bu sualı belə deyildi. 2 il bundan qabaq versəydiniz, mən deyərdim həftənin 3 gününü. Amma indi iş rejimi biraz gərgin olduğu üçün, indi belə deyək, çox az gedirəm, həftənin bir gününü bəlkə həsr edirəm, bəlkə. Yəni, mütəmadi olaraq idmanla məşğul ola bilmirəm. Mən demək olar ki, hər gün məşq edirəm, hər gün rəqs edirəm, amma həftədə 2 dəfə məhz bu yerə gəlib məşqlərimizə davam etdirəm. Kamil qardaşımızın köməyi ilə. Oradan bizə baxır, gülümsəyir. Sizcə idman etmədən formada qalmaq mümkündür, yəni necə? Çox, təbii ki, bəs məsələn, çox insanlar, mən bir söz deyim, Rəqsanə də yəqin ki, mənim sözümə qüvvə olar, yəni nə mənədə, televiziya tamaşaçıları üçün biz bir 6-7 kilo kök göstəririk. Bəli, efir adamın kökəldir. Amma elə insanlar var ki, belə deyim də, onların kompleksiyası artıq elə qurulub ki, yəni kökəlməyə meyilli olmadıqları üçün heç idman etmədən də elə öz formalarında saxlaya bilirlər özlərini. Belə deyim də, yəni Aksana da mənim sözümə qüvvət versin. Trenajör insanı arıqlatmır. Trenajör əzəlləri bərkidir. Bəli, evet. Bəs maraqlıdır. Yaxşı, mütəmadi olaraq siz idmanla məşğul olmursunuz. Amma hər halda azarkeşlik etdiyiniz idman növü var. Azarkeşlik etdiyim idman növü mən belə deyim də, kiçik yaşlarımdan həmişə sevmişəm. Yüngül atletikanı çox hədsiz dərəcədə də həmişə saatlarla oturub, yəni çempionatlar keçiriləndə mən onlara baxmağı çox sevirdim. Bir də buz üstündə sürüşmə, buz üstündə o fiqurnu katan idilər. Onu çox sevmişəm. Həmişə onlara yəni böyük rəğbətlə onlarla hərəkət, belə deyək də, yox. Onlarla məşğul olan insanlara həmişə qibtə ilə baxmışam. Nasam deyil, mən də buz üstündə sürüşə çox maraqla, böyük maraqla baxıram. Hətta bu hələhlənirəm ki, onların ayaqları orada necə sınmır da, məsələn, necə qorxmurlar da. Hətta onlar o göydə salto vuranda, gəlirlər necə dəqiqliyi ilə, çox belə yüngül atletika, özlərinə güvənən insanlar və qorxmayan insanlar, mən düşünürəm, bunlar olmalıdır. Və mənə prıjki v vodu xoşuma gəlir. Həmişə onu izləyirəm. Hətta o qədər televiziya cəhətini baxıram, deyirəm ki, tak, burada brızgi belə getdi. Bu yox, buna
xal verəcərəm, yaxud bir xal verəcərəm. Belə də o biraz başım çıxır o qədər baxmışam ki, bir neçə il ərzində. Amma ən üzgüçülük və sinxronla plavaniya çox xoşuma gəlir. Sinxronlu, bəli, çox gözəldir. O həddindən artıq onların, yəni bir-birlərini tamamlamağı, hərəkətlərini, yəni bu rəqsə bərabər bir şeydir. Bəli, çünki rəqsdə də elədir də. Gərək bir-birini izləyəsən. Amma o qat-qat çətindir. Çətindir, suda hərəkət biraz ağırdır. Və mən istəyərdim televiziya sizlərə veriliş vasitəsilə bizim gözəl olimpiyadada iştirak edən insanlara bağlı mən onları təbrik eləməmişəm. Bizim onlara böyük hörmətimiz var. Çox sağ olsunlar ki, Azərbaycanın bayrağını ucaltdılar və neçə dəfəyə onlar artıq ucaltdılar. Bəli, baxmayaraq ki, bronza, qızıl, gümüşü medal. İstər belə deyək də, olimpiya oyunlarında, istər paralimpiya oyunlarında onların əldə etdiyi uğurlar, yəni bizim Azərbaycanımızın bir daha digər ölkələrdə tanınmasına bir nümunə oldu. Təbriklər, oğla, biz sizinlə fəxr edirik, həqiqətən də. Belə saxlayın sükanı. Xanımlar, bugünkü rəqabət barədə öncədən nə deyə bilərsiniz? Öncə də deyə bilərik ki, gedəyin Lutsa hələ çay içək. Çünki rəqabət yoxdur. Rəqabəti mən bilirsiniz necə fikirləşərdim? Mən fikirləşirəm ki, bayaq Aksana da dedi, bu oyunda qalib olmayacağım. Rəqabətdə məncə əks cinsi nümayəndəsi ilə aparmaq daha maraqlı olar. Bəlkə Tövsiyədir qızlar, bax gələn veriliş mütləq iki qadın yox, bir kişi bir qadın mütləq. Elə daha maraqlı fikrinizi olar. nəzərə alarıq. Onda da cığallıq eləyəcəklər ki, mən xanımam, mən deyəm. Yox, amma siz şərtlər qoyun ki, eləməsinlər cığallıq. Məsələn, mən yarışa çıxardım bir şıxeylaq ilə, bəli. Məmnuniyyətlə. Nəzərə alarıq. Şahidisiz artıq. Bəli, belə. Belə isə vaxt itirmədən keçək yarışlarımıza. Getdik. Və belə ki, biz hal-hazırda birinci turumuza start vermişik və biz başlamazdan əvvəl mən istəyirəm ki, Astoria Fitness Kluba dərin təşəkkürümüzü bildirək. Belə gözəl məkanında bizə şərait yaratdıqlarına görə. Görə birinci turumuz barədə nə məlumat vermək istəyirsən tamaşaçılarımıza? Birinci turumuz elə dayanmışıq bu aparatın yanında, amma ki, anlayışımız yoxdur. Ona görə də Kamil bəy istərdik, treneri çağıraq, bizə başa salsın. Nədən ibarətdir, necə eləyirlər. Sonra başlayaq mərhələmizə. Mən istəyirəm xanımlarımız da buyursun yanımıza, onlar da biraz məlumat alsınlar. Bu aparatın faydası ondan ibarətdir ki, bu arıqlatmağa daha çox kömək edir. Bu xizə hərəkət deyirlər bizə, fitnessdə lıji deyirlər, yəni bizdə xizə hərəkətdir. Burada qalxırlar burada, bu həm pilləkən kimi eləmək olur, aşağı yuxarı, istəsiniz bir göz siz qalxın, mən siz göstərim. Aşağı yuxarı, bu startı basırıq burada. Belə, qabağa da elə, xizə hərəkət edə bilərsiniz, qabağa. Yerinizi addımlayın, Yavaş-yavaş biləcəksiniz. Amma belə, aşağı, yuxarı, getdiniz qabağa. Amma belə, bu qaydada düzəldir. Amma gərginləşdirmək olur da. Bəli, burada plus-minus işarələri var, üstə gəl, minus. Bunu ağırlaşdırdıqca, artırdıqca ağırlaşır və eləmək biraz çətinləşir. Və əgər arıqlamaq istəyən xanım bunu yüngüllə birdə, sürət birdə tez eləmək lazımdır ki, daha çox tərləsin və arıqlamana kömək eləsin. Bəs tərləyə bilməyənlər? Tərləyə bilməyən tərlədirik, mən sizi tərlədirik. Təşəkkür edirik Kamil bəy sizə. Buyurun, sağ olun. Xanımlar, hansınız birinci başlamaq istəyirsiniz? Aksana rahatlıqla işləyir, Aksana qorxutmur səni. Maşallah, deyirəm işləyir, özdəki 10-cu sürətdə, ağırlıq sürətində. Baxaq da, nə bilim, indi işləyir. Deyəsən, amma artıq Rəqsanə yorulur yəni. Amma sən güc toplaqınanda, sən bu yarışmanı biz qalib olmalı deyilik, heç birimiz. Elə deməyin. Yox, zarafat edirəm, yox. Sən öz gücünü sına və axıracan elə ginən. Axıracan elə, ikinci etapda isə heç nə eləyə bilməyəcəm. Yox, amma ən azından mən özümə də Rəqsəndə uğurlar arzu edirəm. Amma öncədən mən özümüzə uğurlar arzu edirəm. Rəqsanə mərhələyə başlamazdan öncə eləyirdi bunu. Rəqsanəyə dedim ki, Rəqsanə eləmə, yorulacaqsan. İndi bax, altını çəkir. Ya, Aksana da qaçırdı oradan. Aksana elə qaçmırdı, amma bu ilə... Aksana qaçırdı, prosta rısı yox idi. Əsas odur ki, kimsə qaçırdı. Hə, ona görə də səndən artıq dərəcədə xahiş edirəm ki, məni podvadit eləmə. Çalışdığım qədər çalışacağım səni dəstəkləyim axıra qədər, amma yenə də deyirəm, bu oyunda mənim üçün qalibiyyət əsas deyil. Mən dedim, axı,
rəqabəti əks cinsin nümayəndələri ilə aparmaq lazımdır. Razılaşırsan. Okay, düppədüz, halaldır. Düz deyir. Yəni bu oyunda qalibiyyət əsasları iştirakdır. Amma bir söz də deyim ki, o məşq eləyəndə siz onu danışdırırsınız, o lap çətinləşdirirsiniz daha onun üçün. Hə. O da ben. Aksana bu günlərdən sənin üçün də var. Hələ ya, baxaq görək. Mən çox belə əziyyət çəkməyəcəm. Aksana belə hürkə-hürkə baxır Rəqsanəyə ki, görürsən mən elə biləcəm. Mən sizi inandırım ki, bu da bir strategiyadır. Oo, ola bilər. Niyə də yox? Rəqsanə bəlkə dayanasan, ikinci, üçüncü tura güc saxlayasan. Bu arada nəfəs ala bilərəm yəqin ki. Hə? Sən ondan da çox eləməlisən Sən ki, biz o da... bilmirsən, Rəqsanə danışanda nəfəs alır artıq. Yəni Yəni dayanmasa da hər olar. normal insan danışanda nəfəs almalıdır. Hə, dayanmasa da, yəni gör. Deməli, hələ Siz qaçın, biz gedək çay içək gələk. Vaxt azalır. Son saniyələrdə heç yana uzağa getməyin. ev Mənə yox, can maraqlıdır. sağ olsun. Əgər yoruldunsa, 30 saniyədən sonra düşəcəm. 1 3 dəqiqə 25 saniyə deyəsən, hərəkət edirsən. 3:30. 3:31. Halaldır, vallahi halaldır. Mən nə deyim? Oley! Rəqsanə dayandı. Oley! 4 dəqiqə. Siz burada gedir bax. hə, 4:19-da biz dayandıq artıq. 4:19. İndi bizik. Nossa, nossa, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu... Mənim Aksanaya bir sualım var. Necəsən? Həqiqətən çox ağırdır. Hələ 1-dir ya, 1-dir. Hələ 2 tamam olmayıb. 1:50. Yo, yorulma. Aksana təsəvvür elə, rəqs eləyirsən, belində 10 kilo yük var. Təsəvvürümə gətirə bilmirəm. Amma bilirsiniz, ümumiyyətlə mən rəqs edəndə məndə bir 5 kiloya qədər Geyimlər ağır olur. Geyimlər bəli. Aksesuarlar. Əsasən də o Hind geyimlərində həddindən artıq çox mıncıqlar, o aksesuarlar o qədər çox olur ki, ağırlıq verir. Bəstə özü Bəstə özü yordu. Yox, az qalıb. Düş də, düş Aksana, düş. Az qalıb. Əşi, düş, Yo, bu az qədər də qalıb. bəsdir. Sonra maşın sürə bilməyəcəksən, rəqs eləyə bilməyəcəksən. Bu belə əsəcək ayaqlarını. Aksana, valla. Eləyə bilmirəm 4 dəqiqə deyə 25 deyə. saniyə tamaşaçılarımız. Stop. 4 dəqiqə 25 saniyə. Uduzduq. Birinci turun qalibi. Birsək. Oley. Mən istəmirəm. Hələ 2 var. Sou a dançar e passou a me... Yaxşı, ikinci turun qalibi siz olarsınız. İkinci turda isə imtina edəcək oynamaq üçün. Gedək biz ikinci turumuza. Siz izləyin. Bəli, su da verin də mən tamaşaçılar su içmək istəyirəm. Peşə ilə bağlı bir neçə sual vermək istəyirəm. Tanınmış, sevilən rəqqasəsən. Peşəndən bezdiyin, yorulduğun vaxtlar olurmu? Hələ indiyənə qədər olmayıb, yox. Yox, olmayıb, yox. Tamaşaçılarımız da təbii ki bilir ki, Aksana ixtisasca həkimdir əslində. Belə bir məsələ var, bir əldə 2 qarpız tutmaq. Bu iki işi bir arada görmək bezdirməyib səni? Çətin olmur ki sənə? Yox, bilirsiniz, arada çətin olur təbii ki, amma demək olar ki, təbii ki, mən bir şeyin indi hal-hazırda daha çox üstünlük verirmişəm məsələn rəqsə, necəli rus demiş həkimliyimə, amma yenə də oraya gedirəm və yenə də istədiyim sənətlə də məşğul oluram. Bəli, çalışıram ki, 2 qarpızı əlimdə tutum, amma daha bilmirəm, tuta biləcəm axıracan yoxsa yox. Təbii ki, çox adamlar deyir ki, mənə get həkimliyə, tam rodственники, bütün qohumlar falan, dostlarım da hətta deyir, amma daxildən
mənə daha yaxın rəqslərdir və özümü daha rahat hiss edirəm rəqslər olanda, rəqs oynayanda ümumiyyətlə. Ona görə də önəmli mənim üçün bilirsiz necədir, rahatçılıqdır, daimi rahatçılıqdır. Amma çalışacağam, yəni təbii ki, rəqslər də ömrümün axırına qədər olmayacaq, təbii ki, amma yenə də mən sənətimi, həkimlik sənətimi atmaq heç fikrində deyiləm. Seminarlar, konqreslər və öz üzərimdə işləmə, öz sənətim haqqında o öz yerində, yəni gedir. Rəqsanə, aydın məsələdir ki, peşəni çox sevirsən. Bilmək istərdim, xəbərlər proqramının aparıcısı olmaq sənin üçün nə ifadə eləyir? Xəbərlər proqramının aparıcısı olmaq birincisi onu ifa edir ki, xəbər artıq deyəndə tam, dolğun, dəqiq məlumat olmalıdır və əsas da ciddilikdir. Yəni bu bir növdə mənim artıq xasiyyətimdə formalaşıb. Yəni xəbərlər, mən xəbərsiz bu saatım özümü təsəvvür etmirəm. Harada olmuramsa, harada oluramsa, yəni ondan asılı olmayaraq mən daim xəbərləri mütəmadi olaraq izləyirəm. Çünki maraqlıdır. Hətta sizə deyim ki, yaxınlarım nəsə bir hadisə baş verəndə və yaxud nədənsə xəbər tutmaq istəyəndə məndən soruşanda artıq mən utanıram ona cavab verməməyə. Onda deyəcəklər, bəs sən nə bilirsən ona görə. Bəs verdiyin xəbər və ya onun tamaşaçıda doğuracağı təəssürat barədə düşünürsənmi? Düşünürəm. Hərdən elə xəbərlər olur ki, yəni onu oxumaqdan belə imtina edirəm. Çünki mənim üçün maraqlı olmayan, mən özümü tamaşaçının yerinə qoyuram, mənim üçün maraqlı olmayan tamaşaçı üçün nə dərəcədə maraqlı ola bilər? Və yaxud mənim üçün maraqlıdırsa, mən onu oxumuramsa, vacib bir xəbəri mən niyə axı tamaşaçıma çatdırmamalıyam? Bəzən xəbərləri izləyərkən aparıcı belə bir kəlmə işlədir ki, ürəyi zəif olanlar ekran qarşısından çəkilməyə məsləhətdir. Sənin iş təcrübəndə belə bir şey olub? Mənim iş təcrübəmdə belə deyək də olub. Fəlakətləri, xəbəri çatdırmışıq. Yəni bizim kanallarda özünüz bilirsiniz ki, yəni həddindən artıq ürəyi zəif olanlar üçün sujetlər, materiallar verilmir. Və bir növ mənim özümün də heç xoşuna gəlmir, açığını deyim. Bəzən elə xəbərlər olur ki, mən onu oxumaqdan bayaq dediyim kimi imtina edirəm. Yəni məsləhət görmürəm. Həqiqətən də ürəyi zəif olanlar o belə deyim də, hətta hava proqnozunun aparıcıları bəzən belə bir məlumatı çatdırırlar. Demək, hava haqqında məlumatı verirlər və sonda deyirlər ki, meteohəssas insanlar üçün bu məlumatı nəzərinizə çatdıraq ki, hava əlverişsiz olacaq, özünüzü pis hiss edəcəksiniz. Onun məsələdir ki, bunlar özlərini onsuz da pis hiss edirlər. Bunu deməyinə lap onların beyninə salırlar ki, vəssalam da bugündən gedin, evdən bayıra çıxmayın. Ona görə bəzən məqamlar olur ki, onlara toxunmamaq daha yaxşı olar. Belki artık zaman geldi hasretiyle özünde dedim ki artık zaman geldi hasretiyle özünde dedim. Belki artık zaman geldi hasretiyle özünde dedim. Burada hasret küreği esti artık her şey əbəsdir. Həqiqətin gözleriyle bak özüne nifret eyle. Yalanlar daha bəsdir, sözlerin adi səsdir. Vaxt olarsa heç olmazsa bir ürəyini qəlbinlə həsrət küləyi əsdir. Artıq hər şey əbəsdir. Yalanlar daha bəsdir, sözlərin adi səsdir. Əsl peşəkar rəqqasi olmaq üçün neçə il çalışmaq lazımdır? Əsl peşəkar rəqqasə üçün mən düşünürəm uşaqlıqdan və hər zaman çalışmaq lazımdır, öz üzərində hər zaman işləmək lazımdır. Bilirsiniz, peşəkar rəqqasə o deməkdir ki, yəni ki, bütün ola bilsin ki, dünya rəqslərini bacarır, yəni ki, hansısa bir peşəkarlığa təbii ki, ona ya xalq artisti verilir, ya əməkdar artist verilməlidir ki, bu peşəkarın, yəni ki, lübutludur da ki, peşəkardır, bəli, dəqiq ki, bu peşəkardır. Amma bilirsiniz necə, məndə biraz fərqlidir, çünki mən bütün dünya xalqlar rəqsini etmirəm, sadəcə bir ölkənin rəqsini edirəm, o da Hindistanın rəqslərini edirəm. Ona görə də belə deyək ki, peşəkar ümumiyyətlə mən özümü adlandıra bilmərəm. Amma Hind rəqslərində də demək olar ki, mən güclü peşəkar deyiləm. Yəni ki, mən onu həmişə vurğulamışam, amma Hind rəqslərin üzrə təbii ki, öz nailiyyətlərimi artıq qazanmışam. Bəs bugün sənə fəaliyyət istiqamətini dəyişmək barədə bir təklif gəlsə, qəbul edərsən? Belə deyim də, mən
ilk addımlarımı televiziyada atmadığım üçün, mən başqa sahədə, yəni mənim öz ixtisasım iqtisadiyyatçı olduğum üçün, yəni çoxsu məni jurnalist kimi bilir, amma mən jurnalist deyiləm, jurnalistikanı qurtarmamışam. Belə deyir, jurnalistikanı bitirmək hətta çox vaxt lazım gəlmir. Çoxsu fikirləşir ki, yox, mütləqdir oxumaq, amma jurnalistikanı mütləq oxumaq, yəni o insanda bir istedad olur. Əgər jurnalistikanı bitirməmisənsə, yəni var, kifayət qədər çox jurnalistlərimiz var ki, onların ixtisası tam başqadır, həmçinin mənim də ixtisasım başqadır. Sözümü ona gətirim ki, mən yəni aparıcı olana qədər digər sahələrdə işlədiyim üçün mən indi dəyişmərəm öz sahəmi. İndi onu daha çox sevirəm. Əziz tamaşaçılarımız, biz hal-hazırda ikinci turumuzdayıq. İkinci turumuzda isə nələr baş verəcək Gülüm? Nələr baş verəcək deyə görürsünüz elə. Aksanələr, Aksanə də elə bunu eləyəcək. Dairə fırladacaq elə. İkisi də eyni anda başlayacaq. Mən də bu qırıq tez düşdü, görürsün, mən danışmaqda çətinlik çəkirəm. Həmin komandada qalib gələcək. Xanımlar, bəlkə buyurasınız bura. Gəlin. Biz gəlmək istəyirik. Sadəcə olaraq siz dairəni, bəli. Bunu, yox, mən mən daha yaxşı Yox, mən belə şeylə inanmıram, əslində tövsiyə edirəm sən də inanmasın, amma Buna bizim də dildə dairə deyirlər. Ümumiyyətlə, rus dilində obruç, kruq deyirlər, amma bizim dildə, öz dilimizdə Aranız dairə. necədir? yaxşıdır. Evdə məndə belə bir şey var. Var, bəli. Qabaqları Evdə məndə belə bir şey yoxdur. Baxmısınız heç saatla ki, neçə dəqiqə eləyirsiniz bunu? yox, belə deyək, padruqalarım gələndə biz onunla evdə yarışa çıxırıq. Kim çox eləyəcək, kim falan. Amma biz yarışa belə deyək də belimizi incəltmək üçün, çünki çox yaxşı vasitədir ki, də beli incəltməyə. Sonuncu dəfə mən bunu uşaq vaxtı fırlatmışam və salam. Odur ki, belə ağırlığına deyildi yəqin ki. Yox, uşaq vaxtı bəli ki, o plastik kütlədən idi və yüngül idi. Təbii ki, uşaqlar üçün olan dairədə bir qədər kiçik olur. Bu maşallahdır. Məndə təmir dairə olub, amma ki, bu doğrudan da ağırdır. Bunun çəkisi çox ağırdır. Odur ki, əziz tamaşaçılarımız, biz vaxt itirmədən keçirik ikinci turumuza. Buyurun Keçək də. xanımlar, biz uzaqlaşaq sizdən. Sən ağırdasın. Sən oldu? Uduzmağımın səbəbini deyim sizə. Məndə burada şey var. Qızıl küpə var, bəli. O küpəyə hər dəydikcə biraz incidirdi mənə. Ona görə də mən tez dayandırdım. Biz axı dedik, birinci tur sizin, ikinci tur bizim, üçüncü turdan isə imtina Görək, edəcəyik. üçüncü tursa görək kimin olur. Belə, verin bunu mənə, mən biraz məşq Bu eləyim. mərhələnin də qalibi biz olduq. Nə olar, Ona görə üçüncü mərhələ var hələ ki, ona görə də heç də ümidləməyək Sən- ki, qalibiyyət sizin ola bilər. Keçək üçüncü turumuza. Keçməzdən əvvəl görürsən, aksan alqışladı, amma sən heç onu sallan bir təbrik Səhv edirəm eləmirəm. sözündə demədin. Təbrik eləyirəm. Keçək üçüncü turumuza. Biz izləyik. Mənə elə gəlir ki, Aksana, biz üçüncü turda bunları yarışdırmalıyıq. Bəlkə belə eləyək. Qoy Onu bunlar yarışmayacaq. görməyəcəksiniz. Eləyə bilərik biz bunu? Yox. Niyə? Qoy elə bunlar yarışsınlar, biz aparıcılıq elədik. Biz bir-bir olduq. İndi də siz belə rəqabətdə həvəslisiniz. İndi də Bəli. üçüncü turu siz yarışın. Mən düşünürəm ki, çox gözəl fikirdir. Necə deyirsiniz qızlar? Yox, yox, almır. Proqramın formatını əvvəldən- dəyişməyə imkan yoxdur. Əvvəldən əgər biz başlasaydıq, Ona olardı. görə deyil. O, sadəcə bunlar Bilirsiniz yerində necə, mən belə başa düşdüm ki, Aksana, bunlar sadəcə katalizator rolunu Bəli. burada. bomba, bomba. Bizi işlədib özləri sevinirlər. Özləri Əsl peşəkar həm də müəllimdir. Davamçıların, tələbələrin varmı? var. Artıq bir 3 ildir balaca bir demək olar ki, qrupum var. Hal-hazırda onun inkişafı gedir və qrup daha da çox genişlənir. Varımdır. Bu yaxınlarda bir ay bundan qabaq səfirlik tərəfindən, Hindistan səfirliyi tərəfindən Hindistana göndərilmişdik və 10 gün orada həm istirahət, həm ticarət, həm də ki çox gözəl, həm sənət, həm ticarət,
çox gözəl bir konsertdə iştirak etdik. Çox gözəl bir möhtəşəm demək olar ki, Hind oyunda iştirak etdik. Çox gözəl bu səfirliyə görə də çox minnətdarlığımı bildirirəm. Çünki bizə bu dəstəyi göstərdi. Yəni uşaqlarla getdik, qrup şəklində. Getdik, oynadıq, yedik, içdik, gəzdik. Hindistanı bütün ətraflı görüb gəldik. Belə bir fikir olur səndə ki, sənin davamçıların, tələbələrin səni tamaşaçılarına unuttursunlar. Qorxutmur bu fikir səni? Yox, heç qorxum. Mən hətta əksinə istəyərdim ki, fəxr eləyərdim ki, hələ mən həmişə də tələbələrimə demişəm ki, siz və çalışıram ki, onları yönəldim məsələn hansısa beynəlxalq müsabiqəyə, hansısa yəni əgər görürəmsə ki, istedad varsa onda hansısa bir layihə ilə. Çünki əgər onlar getsə, çünki mənim də adım yüksələ bilər bir müəllim kimi təbii ki və mən çox xoşbəxt olardım ki, onlar məni qat üstün olsunlar. Bəli, çox xoşbəxt olardım. Oksana sevərlər maraqlıdır onlara ki, səndən yeni bir konsert gözləsinlərmi? Məhz elə o tələbələrindən. Bəli, 2 konsert olub bundan öncə, amma tələbələrim iştirak etməyib. Mənim gözəl sənət yoldaşlarım mənə dəstək olublar. Amma bu gələn 3-cü demək olar ki, o 2 mini konsertlər idi. 3-cüsü isə istəyirəm ki, sırf ancaq Hind rəqsləri olsun. Yəni ki, müğənnilər dostlarımdır, gəlib mənə keçən dəfə dəstək oldular falan, amma burada istəmirəm belə bir şey olsun. İstəyirəm ki, sırf ancaq rəqslər olsun və rəqs və ancaq da Hind rəqsi. Bax belə, indi istəyənlər gəlib baxa bilərlər inşallah. Bu hələ ki planda var, hələ ki işlər gedir. İnşallah xaçan olanda hamı biləcək. Başqa nə yeniliklərin var? Başqa yeniliklərdən deməli, dediyim kimi qrupumu daha da çox genişləndirirəm. Yeniliklər ondan ibarətdir ki, bir neçə təklif almışam kinolarda çəkilməyə. İndi o təkliflərin üstündə fikirləşirəm. Edimmi, etməyimmi, alınacaqmı, alınmayacaqmı, hansı, kimlə işləyimmi, belə. Bir neçə layihələr də var ki, orada da iştirakı sadəcə prosta bəzi məqamları qadağan deməkdir, ona görə hələ olmaz, amma inşallah ki, yavaş-yavaş proses getdikcə həmən layihələrin açılacaq üzləri, işıq üzü görəcəklər və onda artıq biz bağıra bilərik ki, bax, budur, burada mən varam. Bu yaxınlarda tamaşaçılarına yeni klip təqdim elədim. Bu barədə danışaq deyəsən, yeni mövsümə həvəslə başlayırsan. Əslində bu klipi mən yayda təqdim eləmişdim. Sadəcə belə deyək də onu yayımlandırmamışdım. Ancaq internet vasitəsilə Facebook səhifələrində və yaxud YouTube-da yayımlanırdı. Yəni dostlar, fanatlar arasında. Amma bu təbii ki sentyabrdan istəyərdim ki, televiziya tamaşaçılarımız da görsün o klipi. Bilirik ki, iş rejimin həddindən artıq çətindir. Yəni, çox gərgin dolu anlar olur. Bəs istirahətə vaxt tapanda başını götürüb hara qaçırsan? Mən dənizi çox sevirəm, həddindən artıq. Çox sevirəm dənizi. İstər yay olsun, istər qış olsun. Yəni, mən dənizdən sırf qaralmaq üçün istifadə etmirəm. Dəniz mənə sakitliyi gətirir. Bacardığım qədər qışda olanda belə dəniz ətrafına getməyi, hətta imkanım olmayanda heç olmasa, yəni o gözəl, o uzunluğunda bulvarımız var, heç olmasa gedib orada gəzirəm və insan həqiqətən çox rahatlıq tapır. Suyun səsinə qulaq asanda bir sakitlik, bir sükut tapırsan özün üçün. Xəbər və şou aparıcısı arasında nə kimi fərqlər var? Bilirsiniz, belə deyək də, mən fərq qoymaq istəməzdim əvvəlcə də, çünki inciməsinlər bizdən. Sadəcə olaraq fərq ondadır ki, şou aparıcısı sabah hansı bir ciddi xəbəri tamaşaçıya çatdırarsa, onu bizim dildə desə yedirdirə bilməyəcək tamaşaçıya. Hətta həqiqi, vacib, doğum bir xəbər tamaşaçı ondan belə biraz qeyri-rəsmi qəbul edəcək. Çünki həmişə onu qeyri-rəsmi viddə gördüyü üçün, qeyri-rəsmi geyimdə gördüyü üçün tamaşaçı qəbul etməyəcək onun xəbərini. Amma xəbər aparıcısı artıq öz sözünü dediyi üçün, özündə inam yaratdığı üçün, xəbər aparıcısı üçün də əsas olan xüsusiyyətlərdən birincisi budur ki, özündə inamı yarada biləsən. Yəni, sən sözü deyəndə sənə belə barmaq arası baxmasınlar, sənə inansınlar ki, sənin sözün doğğundur. Ona görə xəbər aparıcısı haradasa şounu apara bilər, uğurlu da alına bilər. Amma şou aparıcısı xəbərə keçiddə biraz təzadlar yaranır. Gələcəkdə və efirlə bağlı planların haqqında bölüşərdin bizimlə. Gələcəkdə belə deyək də, məndə şou olmadığı üçün, deyim ki, layihələrim var, nəsə bir irəliləyişlər var, belə ki, hələ ki yoxdur. Çünki mən sırf xəbər aparıcısı olduğum üçün
və xəbəri də belə deyim, heç bir başqa layihəyə də dəyişmərəm. Çünki xəbərlər əsasdır. Yəni xəbər bitmir. Təşəkkür edirəm sənə Rəqsanə, bu cür xoş ünsiyyətçil olduğun üçün. Çox xoş oldu mənə sənə suallar verməyə, səndən suallarıma cavab almağa. Uğurlar arzu edirəm. Çox sağ ol, mən də təşəkkür edirəm, mənimlə həm söhbət oldun. Mən bir məqamı da qeyd etmək istərdim ki, bir aparıcı kimi mən tam özümü o vaxt xoşbəxt hiss edərdim ki, torpaqlarımızın alınması haqqında qələbə xəbərini çatdırım. Beləliklə biz 3-cü mərhələmizdəyik, amma mərhələmizə başlamazdan öncə burada görsənir ki, xanımlarımız uzanıblar, amma istirahət eləmirlər. Sadəcə gözləyirlər ki, nə vaxt start verəcəyik biz, o zaman onlar presə başlayacaqlar. Və təbii ki, kim tez yorulacaq, o da uduzacaq. Biz qərarı aldıq ki, bu turda xanımlarımıza, daha doğrusu onların xahişi ilə biz bunlara sual verməyək, çünki yorulacaqlar, Amma Rəqsanə öncə hərəkət edə bilməyəcəklər. Buyur. Bir sizdən bu vaxt olacaq, yoxsa kim nə qədər etdi? Siz vaxt qoyun o vaxtda, biz o vaxtdan artıq da biz burada uzana bilərik. Əslində biz qərara gəliblər ki, bugün bərabərə çıxsınlar buradan. Bugün buradan qalib çıxmasın, biz də təbii ki, bunun əleyhinəyik. Ona görə də vaxt qoymuruq. Kim tez yoruldu, həmin komanda uduzur. O biri komanda, digər komanda isə qalib gəlir. Bəli. Başlayaq. Başlayırıq. 10, 11, 12, 13, Começou a dançar 28, 29. Ya abi sən acıqallıq eləyir. Evet, o uduzdu, bilir ki, uduzdu. Məndə 31-20. Yox, sən udun, çünki Rəqsanə cığallıq eləyirdi, tutub buradan. Delícia, delícia, assim você me mata. Çox asanlıqla eləyirdin. Deyəsən evdə dayanmadan eləyirsən pres. Yox, dayanmadan eləmirəm. Pres əslində çox az hallarda edirəm. Nəsə bu günlərimə çox asan gəldi pres. Bilmirəm özüm nədən. Mənim ayağım çox narahat idi, ona görə. Ola bilsin. Zarafatsız mənim ayağım narahat idi, ayağım rahat ilişməmiş. Çünki Rəqsanə buradadır, amma Aksana da buradaydı. Biatqalar, hə. Belə ki, Aksanada hesab 31 oldu, Rəqsanədə isə 29 oldu. Bu da deməkdir ki, 3-cü turun qalibi mənim komandam oldu. Mən qalibiyyətimi qeyd etmək üçün keçirəm Aksananın yanına. Çox sağ olun, amma bir şey qeyd etmək istəyirəm ki, ola bilsin ki, məndə 31 oldu, Rəqsanədə 29 oldu. Amma əslində Rəqsanə mən deyim ki, bu tur çox çətinliklə necə deyək də, çünki vəpərux Rəqsanə məndən boydan hündürdür, bir baş hündürdür. Səviyyəsi düzgün qurulmadı. Və ayaqlarıma görə, səndə boyuna görə fərq oldu. Çətinlik oldu. Mən düşünürəm ki, biz belə, yəni ki, texniki problemlər oldu, ona görə mən düşünürəm belə oldu. Mən yenə də dedim, asan deyildi, çox asan deyildi. Sadəcə olaraq yenə deyirəm, o səviyyə düzgün qurulmadığından boya görə bir qədər çətinlik yaratdı. Yenə də fərq etməz, mən dedim, axı bu oyunda mənim üçün qalibiyyət əsas deyil. Mənim üçün də valla önəmli deyil. Tək elə Aksana'yı uduzum. Tək elə və tək elə oyunda biz uduzaq. Həyatda heç vaxt uduzmayaq. Səmimi qəlbdən təbrik eləyirik sizi. Çox sağ Və olun. biz buradan Kamilə çox təşəkkürümüzü bildiririk ki, mən deyim, əgər indiyənə qədər artıq 2 ildir mən idmanla məşğul olmurdum daha doğrusu, fasilə vermişdim. Bundan sonra mütləq gələcəm, çox bəyəndim bu məkanı və məşğul olmaq istəyənlər üçün və fitnesslə məşğul olmaq istəyənlərin buranı çox məsləhət görürəm. Bir-birindən gözəl, maraqlı və başqa bir belə deyim, fitness salonlarında olmayan Yalnız Astoria Fitness klubuna müraciət edə bilərsiniz. Kamil bəy özü də burada olacaq, sizlə məşğul olar. Xanımlar, bugünkü təəssüratlarınızı bölüşün bizlə. Mənim üçün çox əla oldu, yenə də deyirəm. Mənim üçün çox maraqlı keçdi, mənim üçün həddindən artıq yaxşı idi. Yəni, mən özümü bu oyunda uduzmuş hesab etmirəm. Çeşitlə говоря, mən də o qədər çox gözəl qızlar sizə görə hava yaratmışsınız ki, baxmayaraq ki, siz özünüz də, yəni özünüzə qarşı rəqibsiz, bəli. Çalışdınız ki, biz də rəqib olaq, amma biz rəqib olmadıq. Ona görə çalışırıq ki, siz də rəqib olmayın, qızları yox. Hamı mehriban olsun. Mən düşünürəm ki, bu günlər çox gözəl bir abo-hava keçdi və birazdan da abo-havanız daha da gözəlləşəcək. Mənim klipimi izləyəndən sonra yəqin. Məmnuniyyət.
Oldu, biz sağollaşırıq. Çox sağ olun hamıya. Təbii ki, bu Biz verilişin hamınıza sizə təşəkkür Lider edirik. Bizi kanalına. bura cəmləşdirdiniz, bizi yarışdırdınız, bizi bir-birimizə belə deyək də dırnaq arası düşmən etdiniz. Biz sizə bunun üçün təşəkkür Çox edirəm. sağ olun. Çox sağ olsun hamısı. Hamıya bay. Ürəyinə qulaq as. Zülmət geri çəkiləndə nur gəlişindən xəbər verir. Gözünüzü açın. 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 Əvvəldən də deyildiyi kimi biri-birindən tamamilə fərqlənən peşə sahibləri olan qonaqlarımız idmanda da bir-birlərindən seçildilər. Nağ yerə deməyiblər ki, qadın böyük qüvvədir. Razıyam, hətta bu fikir bir daha bugün öz təsdiqini tapdı, düzdür? Razıyam Sevayla. Bax belə əziz tamaşaçılar. Gələn dəfə yeni qonaqlarımızla görüşmək ümidi ilə. Bizi izləməyi unutmayın. Sağ olun. Hələlik.